Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim. Bu günlərdə yeni bir maraqlı mövzuyla qarşınızdayım. Bizim bugünkü mövzumuz tərəzilər mövzusudur ki, bu mövzunun əsas olaraq mahiyyətini siz başa düşməklə gələcəkdə sizə fizika fənnindən də böyük dəstək olacaq. Əsasən fizikanın statika bölməsi ilə bağlı olan bir məsələ tiplərindəndir və bu tip məsələləri link məsələləri kimi də gələcəkdə görə bilərsiniz ki, əsasən biz burada bu hissəsini fizika ilə bağlı olaraq adlandıracağıq, digər hissəsini isə adlandıracağıq klassik məntiqlə bağlı olmasını. Gəlin bu məsələlərə nəzər eləyək. Bu tip məsələləri həll etmək üçün siz əsasən fikir verməlisiniz iki tip usula. Əgər məsələ bu tipdə olacaqsa, linklər olacaqsa, bir növ tələbələrin, azyaşlılar daha yaxşı bilər. 8, 9, 11-də oxuyan tələbələr də mütləq ki, uşaq olduqda bu oyuncaqdan istifadə ediblər. Sağ, sol belə yırğalanan var ki, bu ona oxşur. Həmin oyuncağın adı yadımdan çıxdı mənim. Oyuncaq da deməzdim, əyləncə mərkəzlərində olur daha çoxu. O tip şəkillər gördükdə bilməliyik ki, nə eləyik məsələ? Məsələ budur ki, qolun uzunluğunu vururuq çəkiyə. Qolun uzunluğunu çəkiyə vururuq və bərabərləşdiririk. Burada qolun, deməli, sol tərəfin uzunluğu nəyə bərabərdir? 1, 2, 3, 4-ə. 4 bölgüdür. Çəki daşı nə qədərdir? 20. Deməli, mən 20-ni vururam 4-ə. Bu bərabər olmalıdır nəyə? Sağ qolun uzunluğunun buradakı çəki daşının hasilini. Sağ qolun uzunluğu 1, 2, 3, 4, 5. 5 bölgü olduğuna görə 5-i vururam bir növ suala. Bilmirəm, axtarıram bunu. 24-ə vuram, alıram 80, bərabər nə? 5 vur sual. Buradan da aydın olur ki, sual nəyə bərabərmişsən demə? Sual 16-ya bərabərmiş. Cavab deməli 16 imiş bu sualda. İkinci, bu tip məntiqlər gördükdə hansı ki, qeyd etdiyim kimi klassik məntiqə uyğundur və bu tip sualları biz lisey imtahanlarında görə bilirik, lisey sınaqlarında da görə bilirik. Burada əsasən həll etmək üçün 3 və 4 usul da qeyd olunur müəllimlər tərəfindən, amma mən düşünürəm ki, ən effektivi 2 usuldur. Ən effektiv usullar bunlardır ki, çarpaz toplama və yaxud da alt-alta toplama. Mən indi sadə bir misal üzərindən bunu sizə izah eləyəcəm və həm alt-alta toplamadır, həm də çarpaz şəkildə toplama ilə biz bu məsələni rahat şəkildə başa düşəcəyik. Gəlin birinci alt-alta toplama usulu ilə baxaq. Alt-alta topladığımız zaman birinci və ikinci veriləni toplayaq. Yazıram bura 1 üstəgəl 2. Toplayaq bunu. Alt-alta topladığımız zaman AA üstəgəl ACC. Yəni AA üstəgəl ACC. Bərabərdir nəyə? B ilə B-ni toplayıram. Alıram nə? B plus B. Buradan nə alacam mən? Alıram A, C, C. Bərabər olur nəyə? B, B-yə. Bir növ elə məndən bu şərti istədiyinə görə cavab elə nə olur? B, B olaraq bunu alırıq. Bu rahat olur. İndi gəlin bunu çarpaz toplayaq. Çarpaz şəkildə, yəni burada yenə də birinci və ikinci. Burada yazırıq 1 üstəgəl 2. Amma burada yazırıq nə? Çarpaz. Yəni çarpaz şəkildə topladıq. Bu halda AA ilə AA plus nə? B plus B-ni gəldik, çarpaz topladıq. B ilə də toplayırıq nəyi? ACC-ni. Yazıram B üstəgəl ACC. Bu halda alırıq nə? AAB bərabərdir nəyə? ACC B-yə. Hər iki tərəfdə B olduğuna görə ixtisar gedir. Qalır nə? AA bərabərdir ACC-yə. Hər iki tərəfdə A olduğuna görə A-larda ixtisar gedir. Nə qalır burada? Burada qalır A bərabər olur C-C-yə. Biz A-nın C-C olduğunu biliriksə, A deməli 2 dənə C-yə bərabərdir. Bizim misalda da A, C-C verib. Onda mən burada 2 dənə C-ni yerinə yazacağım. Yazacağım ki, 3 dənə A-nı saxlayıram və bu A-nı da bunun yerinə yazdım. Yəni 2 dənə C-ni A ilə əvəzlədim. Aldım burada 4 dənə A. 4 dənə A aldığıma görə mən bilirəm ki, burada 2 dənə A məndə nəyə bərabərdir? Bir dənə B-yə. 2 dənə A məndə, bir dənə B olduqlarına görə buraya yazıram nə? B. Bunu da yerinə yazıram nə? B. Deməli də cavabım olur nə? B, B. Əgər sən variantlarda 4 dənə A da görsən, doğru götürə bilərsən. 2 dənə B də görsən, doğru götürə bilərsən. Mən artıq əminəm ki, tərəzəllər bölməsinə aid olan bu tip suallar sizin qarşınıza çıxsa, siz rahat bir şəkildə onları həll edə bilərsiniz. Yəni, əsas burada məsələ odur ki, diqqət verirsən. Əgər deyim o həmin uşaqlığımızın vazkeçilməz əyləncəsi olan bu tipdə olacaqsa, qolun uzunluğunu çəki daşlarına vururuq. Yox, əgər klassik məntiq tipli olarsa, yox, hərflər olmaz, orada fiqurlar olar, dairə, üçbucaq olar, beşbucaq olar, fərqi yoxdur. Əgər o tipdə olarsa, çarpaz toplama və yaxud da alt-alta toplama usulundan istifadə edə bilərsiniz. Videonu bəyəndinizsə bəyənməyi,
kanala abunə olmağı unutmayın. İşiniz davamlı olsun. Hələlik.